Salam, bugünkü videoda Azercell'in bəzi tarif paketlərində edilən yeniliklərdən danışacağıq. Bildirildiyinə görə Azercell'in bölgə, Gənc SIM, hər yeri və bizimkilər tarifinin şərtləri yenilənib və bu dəyişiklik 16 noyabr 2025-ci ildən etibarən qüvvəyə minir. Yenilənmənin əsas məqsədi göstərilən xidmətlərin keyfiyyətini artırmaq, internet istifadə imkanlarını genişləndirmək və artan tələbatı qarşılamaqdır. İndi isə keçək əsas dəyişikliklərə. Birincisi, əvvəl tariflərdə təqdim olunan 25 dəqiqəlik şəbəkədaxili danışıq ləğv edilir. Onun əvəzinə abunəçilərə bütün istiqamətlərə, yəni ölkədaxili nömrələrə 40 dəqiqə danışıq imkanı verilir. Bu dəyişiklik istifadəçilərə daha sərbəst şəkildə əlaqə saxlamaq imkanı yaradır. İkincisi, internet paketinin həcmi artırılıb. Mövcud 250 MB mobil internet yenilənmədən sonra 450 MB olacaq. Yəni internetdən istifadə artıq bir qədər daha rahat olacaq. Bu yenilənmiş tariflərin aylıq abunə haqqı isə əvvəl 2 manat idi, indi isə uyğun olaraq 3 manat 89 qəpik müəyyən edilib. Yəni 3 manat 89 qəpik qarşılığında artıq 40 dəqiqə danışıqdan və 450 MB internetdən istifadə edəcəksiniz. Tariflərin digər bütün şərtləri isə dəyişməz qalır. Azercell xidmətləri, tariflər, kampaniyalar və digər yeniliklərlə bağlı məlumatı Azercell'in rəsmi saytından, mobil tətbiqdən və ya 7/24 fəaliyyət göstərən müştəri xidmətlərindən öyrənə bilərsiniz. Bu arada mobil tətbiqdən əlaqə saxlamaq üçün onlayn çata yaza bilərsiniz. Bu qədər dostlar. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşərik.